bunu elə bir narazıçılığımızı Allaha göndəririk ki, sən niyə bu insanı mənim qabağıma çıxartmalısan? Vəssalam. O da deyir, bunu istəmirsən, Bunu başqasını göndərir. istəmirsən, bunu Ondan da göndər. betər. Da paka dərsi keçməyincə. Ümumiyyətlə bizim həyatımız ssenarist də özümüzük, rejissyoru da özümüzük. Bir də aktyorlar başqa olur. Şekspir demişkən də teatr, biz də onun aktyorlarıyıq. Ancaq biz bu aktyorlarla kontrakt bağlayıb gəlmişik bura. Ki biz sizinlə bu həyatda görüşəcəyik və hər öz dərsini keçəcək. Faktiki olaraq onda, məsəl üçün, əgər boşanma baş verirsə, sən gedirsən, deməli, bu dərsi eləmədin. Eləmədin. Sənə yeni dərs verilir. Yenə həmən eyni şey, ondan da betəri. 3 dəfə də ərə getsə, 3 dəfə də həmən insan xüsusiyyətində gələcək. Ta bu dərsin başa düşməyincə. Bizim qrupada, Südsay qrupasında bir xanım var idi. 3-cü dəfə ərə getmişdi. Və Südsaya gələndən sonra başa düşdü ki, qadın olmaq nə deməkdir. 2 dəfə ərə gedəndə 2 dənə kişini, işgüzar, ağıllı insanları divana otuzdurub və tüfeyli həyat eləməyə məcbur eləyib. O qədər güclü idi ki, 2 yerdə, 3 yerdə işləyirdi və bütün kişinin o gələn rozusunu bağlamışdı. O qədər özü işləyirdi, qazanırdı, da kişiyə ehtiyac yox idi. Kişi də başlayırdı, iş tapa bilmirdi. Uzanırdı divanda, sigaret polasını da bu verirdi, çörəyim də bu gətirirdi. Ondan sonra başlayır narazılıq. Hə, faktiki əzmə gedir də. Əzib də kişini. Dərsi götürməyib. 3-cü dəfə boşandı ikincisindən. Və başladı axtarışda olmağa ki, nəysə düz deyil. Nə oldu elə ikisi də işgüzar insanlar, axırı ikisi də avarı olurlar. Biri piyansko olub, biri də bilməm, iş tapa bilmir. Nəysə mən düz eləmirəm. Başlayıb axtarmağa və gəlib Südsaya çıxıb. Südsaya gələndən sonra başa düşüb ki, günah özündədir. O yasama var ha, mən özüm. Mən özüm gətirib kişiləri uçuruma çıxardır. Kişilərin energiyasını alır əlindən. O faktiki olaraq güclü kişi axtarır, amma Nabar özü güclüdür deyə onu əzir. Kişini əzir. O əziləndən sonra, kişi zəifləyəndən sonra boşayır ki, hapşan mən istəmirəm. Neyinirəm səni? Başa düşmür ki, günah elə özündədir. Boşandılar, ondan sonra gedir Südsay məktəbini oxuyur. Ondan sonra orada da elə bir dənə oğlanla tanış olurlar. O da evli olur, boşanır. Evlənirlər. İndi 50 neçə yaşı var. Hər o birinci, ikinci yoldaşından 2 dənə qızı var. İndi də bir dənə oğlanları oldu. İndi deyir, qadın olmuşam. Səhvlərimi başa düşmüşəm və xoşbaxt bir qadınam. Xoşbaxt anayam. Bundan qabaq deyir, at idim. Lamavaya loşit. At idim deyir. At kimi çapırdım, ancaq fikirləşirdim, harada qazanım, necə dolandırım. İndi deyir, arxayınam. Nə gətirəcək, onu yiyəcəm. Daha deyir, özümü necə tərbiyələndirirdim. Misal, hardansa gəlmişik ər-arvad. Çamadanı boşaltdım. Çamadan boş çamadandır. Nə var onu qaldırıb atmağa harasa da. Əlimi elə atanda saxlı, stop. Niyə yasama? O mənə yesmiş. Mənim yoldaşım var. Mənim evimdə kişim var. Yoldaşım gəlirdi, xahiş eləyirdim ondan, nə olar qaldırıb buna qoy yuxarı. O da canla başdan qaldırırdı, qoyurdu. Əvvəlki olsaydı, çoxdan özüm atmışdım yuxarı, neyinirəm kişini, özüm eləyirəm. İpsi o.